Uşaqlar üçün ən ağır yük valideynlərin həyata keçməyən arzularıdır. Harada ki sən ilişib qalmısan, orada sənin övladların da ilişib qalacaq. Ona görə də valideynin əsas vəzifəsi uşaqların həyatına qarışmaq deyil, öz həyatını reallaşdırmaqdır. Valideyn öz həyatında xoşbəxt və reallaşmış olmayanda başlayır taleyini övladları vasitəsilə yaşamağa və uşaqlar valideynlərin arzularını, ümidlərin, həyata keçməyən istəklərini davamına çevirirlər. Valideynin gözləntiləri və ümidləri uşaqların üzərinə bir ağır bir yük kimi düşməyə başlayır və bəzi uşaqlar bunu bəzən qaldırmaya bilərlər. Artıq sıxıntıya düşə bilərlər, özlərini narahat hiss edə bilərlər. Bəzən isə öz valideynlərinə qarşı nifrət hissi oyana bilər və hətta düşünə bilərlər ki, nə vaxt ki mənim valideynim bu həyatdan köçəcək, mən o zaman azad həyatıma qovuşacağam. Yəni belə düşünən uşaqlar da var. Əgər siz də öz uşaqlarınızı bu cür düşünməyi istəmirsinizsə, məsələ indi uşaqlarınızın həyatını idarə etməkdən vaz keçin və bütün fokusunuzu verin öz həyatınıza. Baxın, görün sizdə harda sıxıntılar var, harda narahatlıqlar var. Niyə hələ də xoşbəxt deyilsiniz? Niyə hələ də narahatsınız? Niyə hələ də özünüzü tam olaraq hiss eləmirsiniz? Məhz bunu çözdükdən sonra sizin artıq əgər uşaqlarınızla hər hansı bir probleminiz varsa belə, o belə aradan qalxacaq.